Şagirdlər 26 aprel 9-cu siniflərin buraxılış imtahanının qrammatika suallarının izahını verəcəm. Little Sugar görürük. 13-cü sualda baxın bizə deməli uncountable olduğu üçün tək cavablar lazımdır. Is, was. D variantı. 14-cü sualda zaman, şərt və zaman budaq cümləsinin bağlayıcılarını tanıyırıq. If, until, till, unless. Baxın bu bağlayıcılardan sonra sadə zaman gəlirdi. Sadə zaman 1-də var, ikinci tərəf olacaq. Future'da sadə zaman var 4-də. 1-4. Doğru variantımız D variantı. 15-ci sualda which words mean a plant, bitki mənası verən sözlərimiz tree və flower 2-4 C variantı. 16-da modal feildir. May'dən sonra to gəlmir, can't to gəlmir, must'dan sonra to gəlmir, having to'su yoxdur. 16 A variantı. I think you should spend more time with your children. Mən fikirləşirəm ki, sən gərək uşaqlarla daha çox vaxt keçirəsən. 17-ci sualda bizə lazımdır deməli törəmələrdən birini seçmək. Didn't invite. Jane didn't invite. Jane dəvət etmədi. İnkar cümlə olduğu üçün anybody, heç kəsi from school to her birthday party, öz ad gününə məktəbdən heç kəsi dəvət etmədi. Anything insan deyil. Nobody bu cümlədə iki inkar olmaz. Someone təsdiq cümlələrdə olur. Doğru cavabımız olacaq B variantı. 18-də negative meaning. Negative meaning yəni mənfi mənalı sözlər A variantında görürük. Rude oldu, kobud, impolite, nəzakətsiz. Qalan bütün variantlarda belə deyə bilərəm yenə də. Deməli, dürüst, sakit, dadlı, hər ikisi dadlı, tasty, delicious, faydalı, köməksevər, mükəmməl, ideal. Bu sözlər hamısı positive meaningdir 18-ə. 19-da close meaning yəni sinonimlər axtarırıq. Destroy, dağıtmaq, xarab etmək, xarabalığa çevirmək, to ruin, bunda o mənanı verir, dağıtmaq, to spoil da. 1, 3, 5 Y variantı. Encourage, cəsarətləndirməkdir. Ona görə 2-ni götürə bilmirik. 20-ci sualda deməli biz preposition mövzusudur. Sözünü the room was decorated, otaq dekore olundu. With toys, oyuncaqlar ilə C variantı olacaq. 21 article mövzusu yellow car sayılan təksim. Qarşısında mütləq şəkildə nə olmalıdır? E artiklı. E artiklı olan iki variantımız var. C, Y. In the park yer bildirən sözlərin qarşısında Z artiklı olacaq. Ona görə də ikinci tərəfdə Z. 22-ci sualda yenə definition mövzusudur. Deməli, attack hücum etməkdir. To start fighting or hurting somebody or something B variantı. To improve inkişaf etdirmək olacaq C variantında. To make something or somebody better than before deyir ki, əvvəlkindən daha yaxşı etmək. Better than before, əvvəlkindən daha yaxşı etmək. Bir insanı da ola bilər, bir şey də ola bilər. Ona görə something və somebody yazıb. Concentrate nə idi? Diqqətini bir yerə toplamaq. To give